Hər birinizi salamlayıram. İlk öncə onu demək istəyirəm, bu çəkdiyim video 9-lara dəstək üçündür. Yəni bu aprel ayında 9-da imtahan verəcək şagirdlər üçün dəstək videosudur. İkinci hissə mövzularından düşə biləcək sual tiplərindən, yəni nə tipli suallar düşə bilər və siz o sualları gördükdə necə yaza bilərsiniz, onların açar məqamlarını sizə izah edəcəm. İlk başlayaq funksiyalar mövzusunda. Funksiyalar mövzusunda, yəni ikinci hissədən, yəni 9-lara düşür funksiyalardan hər zaman bir sual düşür və bu sualda ya xətti funksiya, ya kvadratik funksiya, ya bunlardan hər hansı və olan müəyyən xassələri düşür. İndi əgər siz funksiyalarda y bərabərdir, yəni bilirsiniz ki k2 və yaxud y bərabərdir k2 plus b şəklində olan funksiyalara xətti funksiyalar deyilir. Bu funksiyalardan nə ilə düşə bilər? K-nın b-nin işarəsindən əlaqəli düşə bilər və yaxud da hər hansı ifadə verə bilər, sizə qrafik verə bilər, deyir, məsələn, orada k-nın b-nin cəmini tap. Məsələn, gəlin nümunə üçün baxaq, birinci işarəsinə baxaq. Əgər qrafikiniz bu şəkildə deyir ki, verir bizə, deyir ki, k və b-nin işarəsi müəyyən. Bir deyim ki, burada k nədir? Bucağımsı adlanır. B isə sərbəsəddir. B hər zaman y-in kəsildiyi nöqtədir. Yəni, y müsbətdə kəsilsə, y-imizin işarəsi müsbətdir. Mənfidə kəsilsə, y-imizin işarəsi mənfidir. B-imizin işarəsi. İndi, baxın, bura fikir verin. Burada görürsünüz, y-in aşağı hissəsi, yəni mənfi hissəsinə kəsilibdir. Deməli, onda B-imizin işarəsi nədir? B kiçikdir, 0-dır. Sonra k-nın işarəsini qrafikimizin o x oxu ilə əmələ gətirdiyi bucaq sağ tərəfdən o x oxu əmələ gətirdiyi bucaq müəyyən edir. İti bucaqdırsa müsbətdir, kör bucaqdırsa mənfidir. İndi bura fikir versək, bax, qrafikin ucundan tutub x-ə birləşdirirsiniz sağ tərəfdən. Baxın, burada belə bir bucaq yaranır. Bu yaranan bucaq, görürsünüz, iti bucaqdır. Əgər iti bucaqdırsa, deməli, k-mızın işarəsi nədir? 0-dan böyükdür. Məsələn, bir başqa nümunəyə baxaq. Tutaq ki, indi qrafikimiz belə verilib. İndi gəlin bura baxaq. Burada yenə B-nin işarəsini müəyyən etsək, B-miz yenə mənfidir. Çünki y-in mənfidə kəsib. O da olur B kiçikdir 0. İndi k-mızın yenə qrafikdən tuturam. Sağ istiqamətdə x-ə birləşdirirəm. Yaranan bucağa fikir versəz, hətta siz tam görmək üçün belə xəttdən birləşdirsəz, kör bucaq yaranır. Kör bucaq yarandığı üçün k-mızın işarəsi kiçikdir 0-dır. Yəni, bu k-la b-nin işarəsi ola bilər və yaxud da bəzən qrafikimiz b ilə mərkəzdən də keçə bilər. Mərkəzdən keçəndə b-nin işarəsi 0 olur. Çünki əgər y kəsilməyibsə, b onda 0 deməkdir və hətta bəzi hallarda deyirlər ki, b-nin hansı qiymətinə qrafik koordinat başlanğıcından keçər. Koordinat başlanğıcı sözü varsa, orada b yoxdur, b 0-dır. Bir də funksiyalar üçün bir neçə açar məqamlar var. Əgər funksiya məsələlərində üzərində, aid, keçir, bu kimi sözlər eşitdikdə aldığınız nöqtəni yerinə qoyursunuz və yaxud da verilən nöqtəni qoyub yoxlayırsınız. Və tutaq ki, hər hansı bir funksiya verir, deyir 3x plus 4 və hər hansı nöqtələr verir və yaxud da variantlarda da verə bilər indi. Deyir ki, məsələn, son üçün 1, 4, bir də deyir ki, B nöqtəsi veribdir 1, 7. Deyək ki, aşağıdakılardan hansı nöqtə bu funksiyaya aiddir və yaxud üzərindədir və yaxud o nöqtədən keçir. Yəni, bu dediyim 3 sözün üçünü də işlətsə, hansınasa birini işlədəcək indi məsələlərinizdə. Onda gətirib yerinə qoyursunuz. Yəni, birinci yerdə yazılan x-in qiymətidir, ikinci yerdə yazılan y-in qiymətidir. Gətirib yerinə x qoysaq, 1 qoysaq, cavab necə olacaq? 7. Baxsaq, indi gəlin qoyaq yerinə. X-ə 1 qoysaq, 3-ün üstə 4 gəndə 7 eləyir. Amma burada görürsünüz 4 alınıb, deməli bu aid deyil, amma k nöqtəsi aiddir. Və yaxud da üzərində, yenə deyirəm, bu sözləri aid, üzərində, keçir, kəsir, bu sözləri eşitdinizsə də gətirib yerinə qoyub yoxlayırsınız məsələlərdə və yaxud da verilən funksiyada. Sonra, funksiya əgər desək ki, o x oxunu kəsir. Əgər yenə hər hansı bir funksiya verib, deyək ki, y bərabərdir 8-2 üstəgəl 16 funksiya deyək ki, o x oxunu kəsirsə, onun koordinatlarını tapın. Əgər baxın, kəsir sözünü eşitdinizsə, adı çəkilən var, adı çəkilməyən yoxdur. Belə də yadda saxlaya bilərsiniz, açar məqam ki, əgər olan bir şeyi kəsmək olar da, olmayan bir şeyi necə kəsə bilərəm? Deməli, x var, amma y yoxdur.
Yəni y-im 0-dır. Y-in yenə 0 yazıram. Onda 8x plus 16 bərabər olur 0-a. 8x bərabər olur mənfi 16-ya. X-imizi neçə tapırıq? Mənfi 2 tapırıq. Deməli, onda koordinatla yazsaq, x-in yerinə mənfi 2 yazıram. Y-in yerinə isə 0 yazıram. Deməli, bu funksiya o x-oxu mənfi 2, 0 nöqtəsində kəsir. Və yaxud da deyirəm ki, indi y-oxunda kəsir. İndi o y-oxunda kəsir sözü eşitdimsə, nəyin adını çəkdim? Y-in adını çəkdim. Deməli, x yoxdur. Gətirəm x-in yerinə 0 yazıram. X-in yenə 0 yazsam, y neçə olacaq? 16. Onda deməli, y ilə kəsmə nöqtəsi olacaq 0-la 16. İndi və yaxud da paraleldir. Deyirəm ki, o x oxuna paraleldir. Amma paraleldə əksinədir. Adı çəkilən yoxdur. Bax, hətta özünüz də təsəvvür edə bilərsiniz. Bu o x oxudur, bildiyiniz kimi. Bu da o y oxudur. O x oxuna paralel çəksəm necə çəkərəm? Belə çəkərəm. Görürsünüz, heç x-ə yaxınlaşmır. Ancaq y nöqtəsindən keçir. Ona görə deyirik ki, o x-ə paraleldirsə, yəni paralellik sözünün adını eşitdiyiniz yoxdur. Məsələn, desəm ki, o y oxuna paraleldir. Bax, çəksək belə çəkərik. Görürsünüz, ancaq x-in nöqtələrindən keçir. Deməli, burada da yalnız nə var? X var. Hətta sabit funksiya deyilir. Bunlara deyək ki, x bərabərdir a və yaxud x bərabərdir mənfi. Bu hissədə isə y bərabərdir. Məsəl üçün, a və yaxud y bərabərdir mənfi a şəklində də adlandıra bilərsiniz. Sonra funksiyanın sıfırları düşə bilər. Funksiyanın sıfırlarını x müəyyən edir. Yəni, bax, məsələn, deyirəm ki, y bərabərdir. 2x üstəgələk 4-ün sıfırlarını tap. 0 dedisə də y-i 0 edirsiniz. Yəni, onu x sıfıra çevirən qiyməti tapsınız. O da x neçə olur? Mənfi 2 olur. Tutaq ki, belə bir ifadə verir. Deyir, bunun sıfırlarını tap. Axı, burada x yoxdur. Onda burada 0 da yoxdur deməkdir. Deyirik, bu şəkildə funksiyanın sıfırları yoxdur. Bəzi cavablarda qoyurlar 0. 0 da bir qiymətdir. Hadi 0 götürmürsünüz. Yoxdur. Sıfırları yoxdur sözünü götürürsünüz. Sonra, yəni xətti funksiyada bir də ola bilər ki, belə bir qrafik verib sizə. Deyir, bura 4-dür, bura 2-dir. Deyir ki, bu funksiyada k üstəgələk b cəmini tap. İndi yadda saxlayın, yenə b hansı idi? Y-in kəsildiyi nöqtə elə b hazır 4-dür. K-nı taparkən birinci y-i x-ə bölürsünüz. Şərtimiz odur. Elə bir k-nı tapaq üçün y-i x-ə bölürük. Elə bir burada cavab nə alınır? 2 alınır. 4-ü 2-yə bölsəz 2 alınır. Amma ki, burada işarəyə fikir vermədən bölürsünüz. İşarəni qrafik müəyyən edir. İndi bura baxın. Necə bucaq əmələ gəlib burada? Kör bucaq. Kör bucaq əmələ gəlibsə deməli k-mız nə olacaq? Kiçikdir 0 olacaq. K kiçikdir 0 olacaq. Yəni, k-nın qiyməti 0-dan kiçik olacaq. Onda nə götürəcək? Mənfi 2 götürəcək. Deməli, gətirib yenə yazanda mənfi 2 üstəgələk 4-də cavab neçə verəcək bizə? 2 verəcək. Sonra, bax, bu funksiyalarda düşə bilər, xətti funksiyalarda rastlaşa biləcəyiniz sualdır və bir də necə bir sual gələ bilər. Tutaq ki, hər hansı sizə bir funksiya verir, deyir, y bərabərdir 2x plus 8 funksiyasının oxları ilə hüdudlanmış fiqurun sahəsini tap və yaxud perimetrini tap. Hüdudlanmış sözü, koordinat oxu sözü eşitdinizsə də bir əl x-ə 0 verirsiniz, bir əl y-ə 0 verirsiniz. Bir əl deyək ki, y-ə 0 veririk. Onda x-i tapsa, x-i neçə tapırıq? Mənfi 4. Bir əl də y-ə 0 veririk. Daha doğrusu x-ə 0 veririk, y-i neçə tapırıq? 8 tapırıq. Gətirirsiniz, bunu yenə koordinat oxunda qurursunuz. Bura 8, bu hissəsi isə mənfi 4. Baxın, qrafikimizi qurduq. Burada bir düzbucaqlı üçbucaq yarandı mı? Bunun sahə deyir, sahəsini tapacaq. Perimetr deyir, perimetrini tapacaq. İndi bizdən nəyi soruşursa ona əsasən, yəni bu hissəsi bilirsiniz də düzbucaqlı üçbucaq qaydasına. Bura 8-dir, bura 4-dür. Pifaqor teoremindən perimetrlə z-ı tapırsınız, sonra cəmləyirsiniz. Sahə deyində isə kadetlərin hasilinin yarısını yazırsınız. Bax, bu sizin 9-un imtahanda rastlaşa biləcəyiniz funksiyanın, yəni xətti funksiyanın tip sualları. İndi isə kvadratik funksiyada nə istifadə olunur? Kvadratik funksiya y bərabərdir x kvadratı funksiyası və yaxud da bu elə bir ki, cüt funksiyadır. Qrafiki bilirsiniz ki, paraboladır. Əgər qarşısı müsbətsə, parabolanın qolları yuxarı, qarşısı mənfisə parabolanın qolları aşağı doğru yönəlir. Burada da əsas nə istifadə olunur? Ax kvadratı plus bx plus c şəklində olan funksiya istifadə olunur. Bu nə tək nə də cüt funksiyadır. Burada əsas sizə nə düşür? Burada düşür qrafik şəklində A-nın, B-nin, C-nin işarəsini müəyyən eləmək. Sonra əsas məsələ təpə nöqtələrinin tapılması. Yəni düşə biləcək suallar. Sonra ən böyük, ən kiçik qiymət. Sonra qiymətlər çoxluğu. Və bu tipli suallar düşür. İndi təpə nöqtə sözü eşitdirsə də mx-lə ny-dir. Mx-in düsturu mənfi b böl 2a-dır. Ny-in düsturu isə
mənfi yazmırıq. Burada belə çevirib yazırıq. 4a deyəcək b kvadratı böl 4a-ya. Bu x-in təpə nöqtəsinin tapılmasıdır. Bu y-in təpə nöqtəsinin tapılmasıdır. İndi baxın. Bir təpə nöqtənin tapılması sizə neçə dənə tapmağa kömək edir. Nəyləri tapmaqdır? Mx-i tapmaq, x-in təpə nöqtəsini tapmaq, simmetri oxunu tapmaq. Yəni məsələn təpə nöqtəsi hansı simmetriyada yerləşdiyini tapmaq da kömək edir. Artı və azalmanı müəyyən edir. Y tapmaq ən çox istifadə olunan tipdir bu y. Ən böyük, ən kiçik qiymətin tapılmasında, qiymətlər çoxluğunun tapılmasına y-dir. Yəni bu da düşür ha. Yəni düşür məsələn deyir funksiya verir, deyir bunun qiymətlər çoxluğunu tap. Verir deyir ən böyük, ən kiçik qiymətini tap və yaxud da deyir y-in təpə nöqtəsini tap. Ona görə bu düsturları əzbərə bilməlisiniz. Tutaq ki, sizə verib ki, y bərabərdir 2x kvadratı çıx 4x üstə gələk 8 funksiyasının təpə nöqtələrini tap və yaxud da yəni həm təpə nöqtəsini, həm ən böyük, ən kiçik qiymətini, həm də qarşısı müsbətdirsə ən kiçik qiymət olur. Qarşısı mənfidirsə ən kiçik qiymət. Qarşısı mənfi olanda ən böyük, qarşısı müsbət olanda ən kiçik qiymət alır. Gəlin tapaq. Y bərabərdir 4ac 4 vur 2 vur 8 çıx b kvadratı da o 4-ün, yəni bax bu a-dır, bu b-dir, bu da c-dir. Neçə olacaq? 16. 4 və 2 8, 8 və 8 64. 64-dən 6-sa 48 bölək. Deməli bu da neçə oldu? 2 dəfə 4 8. 48 və 8-ə böləndə 6. Deməli bax bu funksiyanın y-in təpə nöqtəsi 6. Qiymətlər çoxluğu 6-dan müsbət sonsuzluğa. Amma qarşısı mənfi olsaydı, mənfi sonsuzluqdan y yazacaqdınız. Sonra bir də ki, məsələn desəm ki, funksiyanın ən kiçik qiyməti 6. Bu şəkildə y-in tapılmasından çox düşür. Bir də ki, burada yenə işarə eləmə düşə bilər. Əgər funksiya x oxunu 2 nöqtədə kəsirsə də, diskriminantı 0-dan böyükdür. 1 nöqtədə kəsirsə diskriminant 0-a bərabərdir. Amma heç kəsmirsə, yəni qrafik havadadırsa, x oxundan yuxarıdadırsa, onda diskriminant kiçikdir 0-a bərabərdir. İndi burada qrafikdə A, B, C və D-nin işarələməsi düşür. Əgər parabolamızın qolu yuxarısa, A-mız 0-dan böyükdür. Əgər y müsbətdə kəsirsə, c-miz 0-dan böyükdür. Əgər funksiyamız 2 nöqtədə kəsirsə, x-i diskriminantımız 0-dan böyükdür. B-ni isə mx müəyyən edir. Mx nə idi? X-in təpə nöqtəsi. Baxın, təpə buradadır. Hara düşübdür? Müsbətə. Düsturumuz necə idi? Mənfi b bölü 2 demək 0-dan böyük olmalıdır. A-mızın işarəsi müsbət tapmışıq. Onda gərək B-nin işarəsi mənfi olar ki, mənfi müsbətə çevirək. B də kiçikdir 0. Bu şəkildə işarələməsini müəyyən etdik. İndi bu funksiyalar haqqında, yəni bir neçə düşə biləcək sual tipinin izahı idi. İnşallah videomuz sizin üçün faydalı olar. Əgər faydalı oldusa da videomuzu paylaşın, bəyənin ki, daha çox uşağa çatmış olsun. Sağ olun, inşallah videolarımızın davamı üçün abunə olun.